Selamünaleyküm uşaqlar. Necəsiniz, aman yox. Bu günlər sizə protein qarışım elde təbii yolla necə düzəltmək lazımdır, onu göstərəcəm. Yəni necə lazımdır, mən necə edirəm. Aldığım ədviyyatları göstərəcəm sizə. Zəhmət olmasa videonu axıra kimi izləyin. Kanalımıza abunə olun və videonu like edin. Getdik. Yəni belə göstərim ki, kəsmək, yəni tvarok, onu almışam, süd almışam, Herkules almışam, kişmiş almışam, olmazsa olmazımız dizibəbə, banan və yumurta almışam. Bunları düzəldəcəyik bu avadanlıq vasitəsilə. Yine məndə bu avadanlıq var, onu almışam. Onun vasitəsilə bunları qarışdıracağım. Keçək hazırlanma videosuna. Başlayaq. Deməli belə. Birinci bananımızı çıxardırıq. Mən 2 ədəd banan götürürəm. Yəni baxmayın da qara qurasına. Ən sonun bizə verdiyi güc. Doldurdular. Keçirik. Kişmişimizi götürürük. Kəsmiyimiz açılır. Əlbəttə ki, bu kəsmin yarısını indi sayacağım. Yarısını isə sonra. Evet. Salafanını sökmək lazımdır. Açdıq. Və mən tən orta deyib, indi xət keşimiz yoxdur, ölçmürük bunu. Bu hissəsini ayırdıq özümüz üçün. Bu hissəsində gələn səfər üçün saxlayırıq. Bunu qoyduq qırağa. Kəsməyə alanda bunu saxlama şəraitinə diqqət edin. Bu tez xarab olan bir şeydir. Süd məhsulu olduğu üçün. Çalışın ki, tez bir zamanda qurtarma. Tatlıymış, çox tatlıdır. Yumurtamızı göstərək. Yumurtalarımızın qabdan çıxardaq. Ben de şəhər şəraiti olduğu için ev yumurtası tapa bilməyəcəyim üçün bunlardan aldım. 4 dənə götürəcəm. 4 dənə götürdük. 4 dənəni elə necə varsa elə də qatacaq içinə. Bunu da çəkirik qırağa. Və başlayaq nə edək? Güzələni heç paketini açıb 3-4 ədəd götürəcəm bundan. 3-4 yəni də 5-6 dənə belə. Südümüzü da hamısını tökdükdən sonra qarışımın üstünə əlavə edib ondan sonra başlayacaq qarışdırmağa. Herkulesimizi açaq. Yaxşı olardı ki, bunun hamısını üyüdüm. Amma indi bir qismini üyüdəcəm. Görəcəksiniz. Mən yəni alanda da görə bilərsiniz 20 dəqiqəlikdən almışam. Bunun nə qədər vaxt uzun olanını seçsəz o qədər yaxşıdır. Şimdi gətirək qabımızı. Qabımızın qapağını açaq. Ay bu nəsə heç yaxşı olmadı. Baxın. Araları var, gedir ilişir orada. Mən inanıram ki, bu belə də ilişib qalacaq. Neyse, yoxlayaq da. İnşallah tam da ilişib qalmaz. Ümid edirəm. Bu qədər qatdım, əlbəttə ki, çoxdur. Prosto mən üyüdəcəm bunun hamısını. Hələ ki. Kişmişlərimizi də qataq bura. Qoyuda bir dəfəlik kişmişlərimizi də üyütsün.
Birinci bunları edək. Avadanlığımızı qoşduq. Belə bir şey görsəniz tərəfdən pişmişdən bir şey deyil. Məncə pişmişdən atmaq olur. Yanımıza qatdıq. Nə edirik? Qapağımızı bağlayırıq. Qapağını kilitlədik. Siz də oradan görə bilərsiniz, prosesində başlayır. Burası biraz səskili olacaq, üzr istəyirəm. Qapağımızı açırıq. Ehtiyatla. Çünki bir yerə dağılmağını istəmirəm. Sonra geri yapışdım, məcburiyyətlə qalıram. Ortasında düşənləri görürük. Pişmişdi falandır. Şimdi bunu stəkana tökəcəm mən ki, qıraq bucağında biraz qaldı. Bu qədər təmizlik bildik. Videonu dayandırmamın səbəbi uşaqlar qapıya papaq atmışdı. Ona nəsə qoyduq. Hansı, baxın, buradan belə göstərim. Bu qədərini düzəltdim. Bunun içində həm Herkules, həm də pişmişdi. İstəyənlər bu qarışımların içinə nə əlavə edə bilər? Xurma, qoz ya da badəm. Bir də bal. Bunlardan əlavə edə bilərsiniz. Nə edək? Bananımızı yavaş-yavaş əlavə edək qabın içinə. Şimdi ne edirik? Düzgələmizi açırıq. Bəli, vaxt gəldi çatdı düzgələnin açılmağına. Mən fikir verməyin. 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 dənə atmam. Çünki mən kökəlmək yaptım. 15 dənə. Mən kökəlmək istəyirəm. Onun üçün də çox əlavə edirəm bunlardan. Şimdi aranızda daha təcrübələri var bu barədə. Mən çox da profesional deyiləm. Mən də baxıb gördüklərimə əsasən imkanı çatdığım qədərini alıb tökmüşəm. Qıraq maksimum aparat girişməsin. Və yumurta istəyənlər qata bilər. Yumurta yaxşı bir şeydir. Dadına görə qatmaq istəməyənlər ola biləcək. Qabıq getdi. 100% videoda görüb deyəcəksiniz ki, qabığı düşdü ora. Qabığı götürmədin. Götürdüm amma. Bax, yenə getdi düşdü. Demək, nədir problem? Biz qabığı yeməliyik. Nəsə xeyir var qabıqda. Bunu necəsə yolunu fikirləşmək lazımdır ki, qabığı düşməsin. Necə belə üzü yuxarı qıraq ki, istər qadınlar falan, xanımlar izləyirsə deyir ki, bacarıqsız. Ona elə qırmırlar. Üzü yuxarı tut. Mən də tədə öyrəndim. Məsləhətlərinizi və iradlarınızı kommentdə bildirin. Nəyi səhv edirəm, nəyi düz edirəm. Bunların hamısını bildirin. Dağıtdım, tökdüm buralara. Orada bunu içəcəm. Yumru atmayacam bir stəkanını. Qalanını isə dolduracaq. Nə qədər oldu? Hələ 1.5'i çatmamışıq. Yaxşı bir şey deyil. 1.5'i çatmaq lazımdır. Və bu qarışımımızı əlavə edək bura. Avadanlığa kalan əziyyət verəcək. Amma buna dəyəcək. Mənə maraqlıdır ki, bu avadanlıq nə qədər dözümlüdür. Bismillahirrahmanirrahim.
çəkirik burada için. Sənin heç nə xəbərin yoxdur. Demək olar ki, hazırdır uşaqlar. İndi qabımızı çıxardırıq. Oranımız burası toz oldu. Bunları təmizləməyə lazım olacaq. Atdıq qırağa və gəldik əsas məsələyə. Açırıq. Aha. Dararadam. Bir yenə gözəl iyisi var. Bunu sizə bilmirəm necə göstərim. Onu artıq özünüz düzəltmək istəsəz onu da görərsiniz. Stəkanımızı əlavə edirik. Gözüm toz atmışam onun içine. Gündə 3 dəfə bundan qəbul etsəz, sizi enerji saxlayacaq, doyuzduracaq, doyumlu olacaq ki. Yəni yediyiniz yeməkdən üstünə bundan bir stəkan içsəz daha yaxşı olacaq. Qarşımızı yedik indi. Yəqin ki, yaxşı da deyər. Birinci dəfə neçə aylardan sonra, bəlkə də keçən il axırıncı dəfə düzəltmişdim. Dadına baxaq. Həqiqətən çox dadlıdır. Yəni, məşq etməsəz də bundan düzəldiyiniz üçün çox gözəldir. Heç nə olar bu qədər. Mən bunu buraları səliqəyə salım. Bunu da ki bir qaba qoyub atacağım xaldenka. Gündə 3 dəfə, 4 dəfə içəcəm. Siz də belə edin.